أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Huzur olmayan evler adlı silsile dersimizin sonuncu hissesinde mövzu imtihan olunursan ey kul budur. Yani her bir insan Allah tarafından imtihan edilir. İmtihan da Allah'ın özünün bilmesine göre değil. Allah zaten bilir kim nedir. Allah insanı imtihan edir ki onun özünü özüne subut eləsin. Çünkü insanda elə bir karakter var ki, her birimizde elə bir karakter var ki, biz o hadise baş vermemiş biz deyirik. Mən heç vaxtı belə olmaram. Amma o yaşananda görürsən ki, bəli, biz dözmədik. Necə ki, insan deyir, mənim varım dövlətim olsa belə xərcləyərəm, var dövlət olur, xəsisləşir. Və yaxud da ki, mən bu vəziyyətdən çıxım, gör necə yaxşı insan olacağım, o vəziyyətdən çıxır da hələ də düzəlməmişdi. Necə ki, Yahudilər dedilər, qoy Peyğəmbər gəlsin, gör biz ona necə itaat edəcəyik. Nə desə, onun xidmətində qalacaq. Amma Allah öz Rəsulunu göndərdi, onlar o Rəsulu gah öldürmək istədilər, gah xəyanət etdilər, gah ona qalmayan işgəncələri başına gətirmədilər. Səbəb, vaxtında verdiyi sözləri tutmadılar. Subut. Biz insanlar da Allah tərəfindən imtihan oluna bilərik. Değerli insanlar, deməli, bizim bu silsilə dərsimiz dördünü bir araya gətirəndə bizim evimizdə huzur bəzən niyə olmurun ehtimalları idi. Ki, dərslərdə eşitdik ki, birinci, deməli, mənim özümdə bəlkə bir əyrilik var. Bəlkə özümü düzəltsəm düzələr ehtimalı idi. Sonra, bəlkə mənə göz nəzər olmuşam, mən və evim və ailəm və sevgim, sağlığım, var dövlətim, bəlkə göz nəzər olub ehtimalı idi. Və sonra biz zülm üzərində dayandıq. Bəlkə mən zülm etmişəm, digər işlərim qaydasındadır, iman etmişəm, özümü göz nəzərdən qoruyuram, özümü imtihan edirəm tez-tez. Amma bəlkə bir zülmüm var, onun əzabını çəkirəm. Ehtimalı idi. Və bu dərsimizdə də ən ağır olanı, hətta bu növ, yəni imtihan növü elə bir növdür ki, bizim bayaqdan saydıqlarımız, yəni göz nəzər olmusan, zülm etmisən, bəlkə özünü düzəltmirsən, burada hamı sənin nöqsanlarında idi. Yəni bu sənin eyblərin, mənim eyblərim idi ki, evimdə huzurun olmaması, günahkar mən idim. Amma bu dərsimizdə isə danışacağımız mövzu günahkar da ola bilərsən. Ola bilsin bir günahın cəzasıdır və yaxud da ki, ola bilsin ki, sən daha yüksək birisisən. Necə ki, Peyğəmbərlər. Peyğəmbərlər imtihan olunublar, dəyərli insanlar. Bu, inanılmaz dərəcəsində çətin olan bir növüdür. Nə gözləyməyə bənzəyər, nə də ki, digərlərinə. Bu isə çox çətin olan, çünki sənin əsli kimliyin imtihan edilir. Ona görə dəyərli dinləyici, bizim dinləyicilərimizin hamı müsəlmanlardır. Elhamdülillah, mən buna ümid edirəm. Çünki müsəlman olmayanın nəyinə lazımdır ki, oturub yarım saat bir leksiyanı dinləsin ki? Onun lazım olan öz sahəsi var, gedib öz sahəsində incələmə edər. Deməli, sən buradasansa, deməli, sən cənnəti arzuluyursan. Cənnəti arzuluyursan, cəhənnəmdən qorxursan.
və Allah ilə olan aranı düzəltmək istəyirsən ki, söz axtarırsan. Elə biz də ona görə həmişə Allahın və onun Rəsulunun sözlərini deyirik ki, dinləyici üçün ən etibarlı söz olsun. Deməli, sən buradasan, xilas olmaq istəyirsən və sən müsəlmansan. Və sən unutma, müsəlmansansa, sən peyğəmbərlərin davamçısısan. Sən İbrahim əleyhissalamın davamçısısan. Yəni, ola bilər, atanla sənin aranda olan münaqişədə sən imtihan olunursan. İbrahim əleyhissalam atası ilə imtihan olundu. Yusuf əleyhissalam qardaşları ilə imtihan edildi. Ən doğmaları ilə. Həyatda ona atadan, anadan bağlı olan ən sevimlilərlə imtihan edildi. Yəni, ana ayrı olsa belə, yəni atadan bir olanlar imtihan edildi. Ola bilsin ki, sən Nuh əleyhissalam kimi, Lut əleyhissalam kimi həyat yoldaşınla imtihan edilərsən. Yəni, kişidir, həyat yoldaşı ilə imtihan edilir. Ola bilsin ki, sən Asiya anamız kimi qadınsan, həyat yoldaşınla imtihan edilirsən, kişi ilə imtihan edilirsən. Kafirin biri ilə yaşadı, amma imanını əlindən vermədi. Sabit qaldı, sonunda yeryüzündə heç bir qadına göstərilməyən bir nemət ona göstərildi. O, Rəbbinə qovuşmasına saniyələr qalmış cənnəti gördü. Cənnətin gözəlliyinin eşqi ilə qabırğaları sınanda o gülürdü. Çünki o elə bir şey görürdü ki, o şey ona ağrıların hamını yox elətdirdi. O cənnəti görürdü. Səbəb, imanını heç bir işgəncə ilə dəyişmədi. Ona görə dəyərli kişilər və dəyərli qadınlar və dəyərli gənclər, başına bir iş gələndə heç vaxt birinci imanını önə atma. Nə oldu? Namaz da qılıram, ibadət də edirik, əxlaqsızlar keyf edir, mənim yaşadıqlarıma bax. Heç vaxt bu sözü demə. Çünki bu söz sənin nə dərdi və dərmandır, dərman olmayacaq sənə. Bunu deməklə sənin problemin həll olmayacaq ki. Amma bu söz səni aşağı salacaq Allah qatında. Allah Subhanahu Taala Qur'an-ı Kərimdə Bakara surəsi 155-ci ayədə buyurur ki: Əuzu billahi minəşşeytanirracim və lənəbluvannakum bişey'in minəl xawfi vəl-cu' və naqsin minəl əmvali vəl-anfusi vəs-səmərat və bəşşiris-sabirin. Əl-Bakara 155. Biz sizi bəzən qorxuyla, bəzən var-dövlətinizin əskilməsi ilə və bəzən xəstəliklərlə və bəzən var-dövlətin çoxluğu ilə imtihan edirik. Deməli, hər növ keçdi. Xəstəlik, yoxsulluq, var-dövlət, ailə münasibəti, dostluq, hər sahədə. Deməli, imtihan olunuruq. Allah sonunda dedi, səbr edənlərə müjdə ver. Müjdə bilirsən nədir? Cənnətdir. Çünki Allah Subhanahu Taala Qur'an-ı Kərimdə də səbr edənləri cənnət ilə dəfələrlə misallar gətirmişdir buna görə. Deməli, imtihan olunursan. Səbr etsən, sən yüksələcəksən Allahın qatında. İnna ca'alna ma 'alal ardı zinatan laha linabluwahum ayyuhum ahsanu amala. Biz bəzən sizi yeryüzünün gözəllikləri ilə imtihan edirik. Yeryüzünün gözəllikləri nədir? Var-dövlət, saray, gözəllik, yəni gözəlsən, güclüsən, görkəmlisən, elmlisən. Bunlar yeryüzünün zinətləridir. Bunlardan biri sənə verilə bilər. Ey qul,
sən gözəlsənsə, gör şeytan sənə nəyi təlqin edir? Şeytan sənə deyir, bu gözəlliyi örtüyün altında, örpək arxasında saxlayacaqsan. Və yaxud da kişidir, ola bilər bədəninin bir sahəsi çox güclüdür, ehtiraslıdır və güclüdür. Və bu düşünür, mən bu gücdən istifadə etməliyəm. Bu zina edir, o biri açılır, açıq-saçıq gəzir ki, bədəni gözəldir, mən bu gözəlliyi göstərməliyəm, deyir. Və biri də düşünür, mənə bu qədər var dövlət verilib, mən yeyib içməyim, keyf eləməyim, nə fərq oldu ki, məndən yoxsulun nə fərq oldu ki, deyə düşünür. Və yaxud da birinə vəzifə verilib, o deyir, bu vəzifə mənə verilib, mən bunlardan üstünəm, eyni Qarunun sözüdür bu, eyni Fironun sözüdür bu. O dedi, mən sizdən üstün olduğum halda, necə mən sizin kimi ola bilərəm ki? Siz mənə səcdə etməlisiniz. Çünki mən sizdən üstünəm. Hətta Allahı tanıyırdı. Bilirdi ki, onu yaradan var. Amma təkəbbür onu o qədər alçatmışdı ki, o insanları özünə səcdə elətdirirdi. Deməli, dəyərli insanlar, səndə bir nemət varsa, bu sənə verilməyib keyf eləyəsən. Bu sənə verilib imtihan olunursan. Bəli, imtihan olunursan. Ki, sən o bədənivin gücünü halal istifadə edəcəksənsə, özü də onu da deyim ki, tutaq ki, buna güc verilibsə, tutaq ki, buna gözəllik verilibsə, o gözəlliklə o qadın dünyanın ən gözəl zövqünü yaşaya bilər. Öz gözəlliyi ilə. O nə ilə olacaq? Həyat yoldaşına eşqi ilə, həyat yoldaşına bağlılığı ilə. Yoxsa elə obaya eşqi ilə o qiymətli olmur ki, o ucuz olur, o dəyərsiz olur. O pulla istifadə edilir və alçaltdırılır. O isə elə düşünür ki, mən bu gözəllikdən istifadə edirəm. O gözəllikdən istifadə edən həyat yoldaşının hər onu görəndə Rəbbinə əllərini qaldırıb da Allahım, bu gözəl və namuslu qadını mənə verdiyin üçün sənə həmd edirəm. Budur sənin zövqün, budur sənin gözəl həyatın. Və o ailənlə səadət yaşayırsan və ehtiyacın olanı da ondan alırsan. Və yaxud da ki, kişi güclüdürsə, o güclü başqalarının namusunun üzərində tətbiq etdiyi ödəmə, bu o gücün ödəməsi deyil ki, sən namussuzsan, sən alçaqsan, sən rəzilsən və eyni yerindən əzab çəkəcəksən, Allah onu sənə daddıranda dünyada yaşadıqlarının hamısına peşiman olacaqsan. Və yaxud da ki, vəzifəlisən, yəni elmlisən, vəzifə almısan. O sənə verilib ki, sən oradan gedəndə bütün insanlar səni o yeri deyəndə sənin adınla tanısınlar ki, biz o idarədə onu kimi şərəfli, namuslu insan görmədik. O nə gözəl insan idi. Sən bu adı qoymaqla dünyanı dəyişə bilərsən. Nəyim ki, sən 5 günlük dünyadır deyib istifadə etdin və sonunda isə bir lənət qazandın və yerin altında o lənətin cəzasını çəkirsən. Ona görə dəyərli insanlar, Allah bizi bununla imtihan edir. İmtihan edir ki, dostumuz kimdir? Necə ki, Ən'am surəsi 165-ci ayədə aləmlərin Rabbi Allah bizə yeryüzünün bəzi nemətlərini verir ki, ayədə belə deyir ki, yerin bəzi gözəlliklərini sizə verirəm ki, siz imtihan olunursunuz. Kimdir buna səbr edənlər? Verdiklərimdən necə istifadə edəcəksiniz? Bu təyin olunsun deyə. Hansınız daha gözəl əməl sahibisiniz? Hud surəsi 77-ci ayədə. Deməli, dəyərli insanlar, bunların hamısı bizə bir imtihandır. Və özü də bizi unutmayaq. Bəzi insanlar belə düşünür ki, mənim varımdır, mən bundan faydalanıram. Allah verib, mən də yeyib içirəm. Bədənim sağlamdır, istədiyimi yeyirəm. Kimi
düşünür. Və sən unutma, o sənə verilən nemət səni xilas etməyəcək. Bəli, dəyərli insanlar, hər nemət, o ki düşünür, mənim pulum var, vəzifəm var, xilas olaram. Yox, o hər zaman sənin nemətlər səni xilas etmir. Bəzən olur ki, dənizin ortasında platforma yanır. Görürsən ki, neft quruqlarıdır, yanır. Bütün dənizin suyunu ona tökürlər, söndürə bilmirlər. Deməli, su hər zaman söndürmür. Baxmayaraq ki, insan ola bilər ki, düşünsün ki, bu platformada mənim başıma hər nə gəlsə yanmaram. Çünki hər yerim sudur. Bəzən həmən nemətin içində boğulursan, ey insan. Ona görə də Allahın sənə verdiklərinin dəyərini bil və özünü tanı, özünə qayıt və mən heç vaxt belə etmərəm demə. Həmişə bil. Bax, yoxsulsansa, yoxsulluğundan utanma. Bilginən, bütün peyğəmbərlər yoxsul olublar. 1-2 peyğəmbəri çıxmaq şərti ilə. 124 min peyğəmbərin içində 1-2 peyğəmbər sayılır ki, normal imkanları olub. Hamısı yoxsul olublar. Deməli, yoxsul olmaq deyil. Yoxsul olman Allahın düşməni olman deyil. Və yaxud da ki, elə Allahın yanında da belə yoxsulsan deyil. Ən qiymətlilərdir yoxsullar. Çünki daha çoxu belədir. Allahın Resulü sallallahu aleyhi və səlləm yəni imkanlar barəsində buyurmuşdur ki, Allah ən çox, ən sevdiklərini imtihan edir. Dedilər, kimlərdir ki o? Dedi, Allahın Resulları. Ən çox Allah Resullarını imtihan edir. Dedi, sonra kimi daha çox imtihan edir? Soruşdular sahabələr. Allahın Resulü dedi, Resullara yaxın kimdirsə onlar. Deməli, sən imtihan olunursansa, ki, bəzi insanlar belə deyir, mən Rəsulam, mən Peyğəmbərəm dözüm buna. Bəs sən kimə nisbətdəsən? Kafirlərə nisbət tutursan özünü, Peyğəmbərə nisbət tut da və niyə belə düşünürsən ki, sən Peyğəmbər deyilsən ki? Əlbəttə biz Peyğəmbər deyilik. Heç arzu da etmirik ki, Peyğəmbər olaq. Yox, mən nəyəm, o olum. Əgər Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbərdirsə, sən də özünə görə bir kişisən, sən də özünə görə bir qadınsan. O demək deyildir ki, qadın elə bir dənə Ayşə anamız idi, Fatimə anamız idi və yaxud da ki, Məryəm anamız idi. Yox, qadın elə bugünkü qadınlardır, cənnət qadınlarıdır. Allahın dediyini etsən, Allahın cənnətinə düşəcəksən. Hökmən deyildir ki, sən Fatimə olasan, hökmən deyildir ki, sən Ayşə olasan. Sən elə öz adını daşı, onlarla birlikdə cənnətdə ol. Heç o olmağa çalışmayaq. Kimsə olmağa çalışmayaq. Ən dəyərli sən özünsən. Allah səni bu adın altında yaradıb. Və sənə bu adı verdirib. Ən dəyərli insansan. Özünü heç başqasının yerində olmağa çalışma. Peyğəmbər olsa belə. Bəli, bu söz bəzilərinə qəribə gəlir. Peyğəmbər olsa belə, sahaba olsa belə. Sən onların əməllərinə baxıb özünü islah edə bilərsən. Özünü onun yerinə qoyma. Onun yeri elə ona məxsusdur. Sənin də yerin sənə məxsusdur. Sənin də cənnətdə sarayın var, onun da cənnətdə sarayı var. O qazandı, sən də qazan. Çaş ki, mən filankəs olaydım. Heç kəs olma, heç kəs, sən elə özün ol. Cənnəti qazan, sənin adına cənnət var. Sən doğulanda adına cənnət var. Necə ki, dünyada, bəzi ölkələrdə doğulan uşağın adına fond açılır, onun hesabı yığılır. Sənin Rəbbin səni dünyaya gətirməmişdən adına cənnətdə yer ayırıb. Çalış o yeri ək, o yeri becər, o yeri gözəlləşdir, o sahanı genişləndir, saraylarını çoxalt və keyfini orada çoxalt. Bulaqlarını çoxalt, nə bilim, meyvələrini çoxalt, heyvanlarını çoxalt. O sənin əlindədir. Və imtihan olunursan. İmtihanlar səni qorxutmasın. Yoxsulsan, yoxsulluğunla fəxr et. Və sən İslamını önə qoy. Mən dində kiməm, bunu de. Yoxsulluq zaten Allah Subhanahu taala insanları fərqli yaradıb. Necə ki, Qurani Kərimdə də Allah Subhanahu taala buna toxunur ki, biz sizi
biri birinizdən bəzən üstün edirik ki, sizin kimliyinizi təyin edək deyə. Yəni bəzən ola bilər ki, Allah birinə elm verib, digərinə isə güc verib. Sən gücünlə cənnət qazanırsan, o elmi ilə cənnət qazanır. Və fərqli şəkildə ola da bilər. Dəyərli insanlar, biz unutmayaq. Biz insanıq, bizim nəfsimiz var və biz bəzən çox qorxuruq. Çox qorxuruq. Misal üçün, imtahan olunanda çox qorxuruq. O çox qorxu bəzən bizi uçuruma aparır. Bir misalla sözümü, fikrimi tamamlayım. Şərq dastanlarında Bitimar adlı bir quş var, Bitimar. Bu əfsanəvi bir quşdur. Hər nədir, bu əsatirlərdə keçir, amma çox tərbiyəlidir deyə sözümü bununla tamamlamaq istəyirəm. Bu quş görkəmi çox gözəl bir quşdur. Görkəmi çox gözəldir. Ayaqları uzun və suda yaşayır. Dəniz sahillərində yaşayır. Bu quş dənizə o qədər vurğundur. Çünki onun dənizdəki nemətlər onun həyatıdır. Yəni, dənizsiz o çöldə yaşaya bilmir. Yəni, çöl heyvanlarından faydalana bilmir. O dənizdə kiçik böcəkləri dəniz sahilində tutmaqla yaşayır. O bir gün, o quşlar maraqlıdır. O quşlar hey dənizdə ölürlər. Yəni, hey çöldə ölmürlər. Dənizdə ölürlər və hey ya yemək vaxtı yemək yeyər, ondan sonra hey dənizi tamaşa edir. Və o quş haqqında deyirlər ki, bu dənizə o qədər bağlıdır. O bir gün bu dənizin suyu qurusa, mən nə edərəm? O həyəcan buna düşəndən sonra xəstəlik tapır və yemək də yemir və bir müddət sonra ölür. Və deyirlər, o dəniz milyonlarla belə quşların ölümünü gördü, amma o dəniz qurumadı. O dəniz hey suyu ilə, bitkiləri ilə, böcəkləri ilə vardır, amma onun quruma ehtimalından ölənlər isə sayı milyonlarladır. Baxın, biz insanlar, bu bir ibrətli misal idi, yəni bu bir elmi araşdırma deyil, amma əsatirlərdə ki, şərq əsatirlərində keçirdi deyə, sadəcə olaraq demək istədim ki, bəzən biz düşünürük ki, bəzən dünya bizi qorxudur, biz qorxuruq, nə olacaq, pulum getdi, vəzifəm getdi, mənim halım nə olacaq, dərd tapırıq, məhv oluruq, amma dünya durur, neymətlər durur, yaşasaydın sən də başqaları kimi, daha doğrusu sağlam qalsaydın, sən də başqaları kimi bir növ yaşayacaqdın. Səni qorxutmalı olan şey Allah ilə olan münasibətlərindir. Allah ilə münasibətin yerindədirsə, digər heç nə səni qorxutmasın. Sən imtahan olunursan. Böyük ehtimal da bəzən evimizdə huzursuzluq dediyimiz sən demə imtahan ola bilər. Allah səni imtahan eləyir. Bu dara düşəndə nə edəcək? Hər nəyi geridə qoyub yeni bir həyat açacaq özünə, yoxsa mənimlə olan münasibətini qoruyub saxlayacaq. Səbr edənlərə müjdələr olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.